Nuranə, hər vaxtınız xeyir olsun. İzləyicilərimizi də bir daha salamlayıram. Bəli, sənin də vurğuladığın kimi səhər saatlarından etibarən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumundayıq və burada olan məsələlərlə bağlı informasiyaları diqqətinizə çatdırmağa çalışırıq. Qısaca olaraq xatırlatma eləyim ki, ilkin prosesdə açılış mərasimi Prezidentin köməkçisi Şahmar Möhsümov etdi və o açılış mərasimində ilkin olaraq ölkə başçısı Prezident İlham Əliyevin müraciətini diqqətə çatdırdı və həmin müraciətdə Azərbaycanın iqtisadi inkişafını hansı mərhələlərdə keçirsə, həmin məsələləri vurğuladı və qeyd etmək istəyirəm ki, həmin müraciətdən sonra isə Azərbaycanın iqtisadiyyatı ilə bağlı videoçarx nümayiş olundu. Həmin videoçarxda Azərbaycanın neftinin, eləcə də Azərbaycanın tranzit ölkə olduğunun və Azərbaycan qazının və neftinin ondan çox ölkəyə satışının Avropada Azərbaycanın nə qədər əhəmiyyətindən qeyd etdi. Bununla yanaşı Azərbaycanın yaşıl enerjidə özünü nə qədər sürətlə inkişaf etdirməsini də diqqətə çatdırdılar. Həmin videoçarxda eyni zamanda ölkə başçısı Prezident İlham Əliyevin müraciətində də bu informasiyalara toxunuldu ki, həmin yaşıl enerji ilə də Qarabağ və Şərqi Zəngəzurda daha çox istifadə olunur və külək enerjisindən də istifadə olunur. Eyni zamanda digər məsələlər də vurğulanır ki, əsasən həm təsərrüfatında, iqtisadiyyatda ən səmərəli yollar nədən ibarətsə, məhz onların qabardılması bu forumda öz yerini tapır. Qeyd eləmək istəyirəm ki, daha sonra Mikhail Cabbarov, daha sonra Baş nazir müavini Samir Şərifov da çıxışlar etdilər və panel müzakirələrində daimi olaraq öz fikir mübadilərini aparırlar və qeyd etmək istəyirəm ki, bu forumda mindən çox iştirakçı yer alır və həmin iştirakçılar arasında təkcə öz ölkəmiz yox, bütün dünyanın hər bir ölkəsini təmsil edən nümayəndələr, nazirlər burada çıxışlar edirlər və öz ölkələrində çatışmayan hansı məqamlar varsa, onlar üzərində inkişaf perspektivlərini düşünürlər və Montenegronun turizm naziri də çıxış etdi və qeyd elədi ki, statistik rəqəmlər çox ürək açandır Azərbaycanla bağlı. Çünki Azərbaycandan son zamanlarda Montenegro ölkəsinə turist axını daha çoxdur, daha yüksəkdir və bu tendensiyanın artması üçün də mütləq şəkildə müəyyən məsələlər üzərində imzalar atılmalıdır və təbii ki, bu çıxışlardan sonra imzalar atıldı. 10 sənəd üzərində imzalamalar baş tutdu və biz də media nümayəndələri olaraq, hətta bizim yerli media ilə yanaşı xarici media nümayəndələri də var ki, biz həmin məqamların şahid olduq və həmin kadrlarda təbii ki, ana buraxılışımızda izləyicilərimizin diqqətinə çatdırmağa çalışacağıq. Hazırda yenə də panel müzakirələri davam edir və bu forum 2 gün davam edəcək. Təbii ki, bugün ilk gündə sabah artıq yekun olacaq və yekunda da daha nələr müzakirə olunacaqsa izləyicilərimizin diqqətinə çatdırmağa çalışacaq. Bir daha xatırladıram ki, 1-ci Azərbaycan Beynəlxalq İqtisadi Forum öz işindədir və burada xarici nümayəndələr, xarici nazirlər, eləcə də yerli nümayəndələr və yerli nazirlər çıxışlar edirlər. Hansı məsələlər ətrafında fikir mübadiləsi aparılırsa, diqqətinizə çatdırmağa çalışırıq. Qısaca olaraq onu da xatırlatma edirəm ki, bugün əsasən su ilə bağlı, suyun təmizlənməsi, sudan qənaətçil formada istifadə edilməsi istiqamətində də fikir mübadiləsi aparıldı. Məndən hələlik bu qədər Nuranə və sözü yenidən sənə ötürürəm.